Bismillahirrahmanirrahim. Əl-an daxil olmuşuq. Səhli məscidinin daxilindəyik. Birinci məqam İmam Cəfər Sadiq əleyhisselamın adına olan məqamda ibadət itaət elədik. Allah-u Teala dərəcəyə qəbul etirsin. Allah təbarək və təala cəma arzusunda olanlara bu ziyarətləri nəsibi qismət eləsin inşallah. Səhli məscidinin daxilində ikinci daxil olduğumuz məqam Enbiya ve salihler məqamıdır. Aleyhissalatu vesselamla adına olan məqamdır ki, oranı ziyaret elədik, ibadətlərimizi, dualarımızı edirik və hərəkət edirik digər məqamlara doğru inşallah. Allah təbarək və təala olunan ibadətləri dərəcəyə qəbul etirsin. Məxsusən 3-cü Qədir gecəsi də Allah təbarək və təala bu gecəyə və hal-hazırda olduğumuz məkanlara xatır Allah Teala bütün çətinliyi olanların çətinliyini asanlaşdırsın. Allah Teala arzu və istəklərimizi bəraminlə xeyr eləsin. Allah Teala evlərdə, xəstəxanalarda olan cəm xəstələrə bu gecənin hörmətinə və bu məqamların hörmətinə xatir tezliklə şifaya acil kəramət eləsin. Allah Teala borcu olanların borcuna əda eləsin, müşkül olanların müşküllərini tezliyinə həll eləsin, nahərdən zindanda yatanların qapısını açsın inşallah. Üçüncü girdiyimiz, daxil olduğumuz məqam İbrahim Peyğəmbər məqamı şərifidir, Səhli məscidində. Allah təbarək və təala İbrahim Peyğəmbər məqamına xatır bütün çətinliklərimizi bəraminlə xeyr eləsin. İbrahim əleyhissalatu vesselam Xəlilullah olub, Allahın dostu adını qazanan bir peyğəmbərdir. Allah təbarək və təala biz də İbrahim peyğəmbərə xatır Allahın dostlarından qərar versin. Nəinki Allahın dostları ilə dost olub, Allahın düşmənləri ilə düşmənçilik eləməyə Allah təbarək və təala bizləri müvəffəq eləsin. Allah təbarək və təala İbrahim əleyhissalatu vesselamın bu dünyada məqamlarının, qədəmlərinin ziyarətini, ibadə şifaətlərini bizlərə nəsibi qismət eləsin. Hal-hazırda dayandığımız məqam İdris Peyğəmbərin məqamıdır. Məqamı İdrisdir. Peyğəmbər Rəsul İdris Peyğəmbərin məqamıdır ki, həmən bu Səhli məscidində İdris Peyğəmbərdən qıldığı məkandır, namaz qıldığı məkandır. Allah təbarək və təala an verək İdris Peyğəmbərə xatir ibadətlərimizi dərəcəyə qəbul etirsin. Bura təmir getdiyini görə biz həmin məqama daxil ola bilmirik, amma bayırda ibadətlərimizi eləyib yolumuz davam eləyir inşallah. Allah qəbul eləsin. Allaha hamd sənalar, təşəkkür olsun ki 3-cü Qədir gecəsində bizlərə nəsib elədi. Səhli məscidində İmam Zaman ağa məqamındayıq. Allah təbarək və təala cəma arzusunda olanlara bu məqamlarda ibadət itaətləri nəsibi qismət eləsin. Biz də daxil olduq İmam Zaman ağa məqamına. Məscid-i Səhlədə Allah təbarək və təala bütün arzusunda olanlara bu cür gözəl ziyarətlər nəsib eləsin. Amin inşallah. Bismillahirrahmanirrahim. Allahumma kulli velikal Hüccət ibnil Hasan salavatuka aleyhi ve ala abai fi hazihi sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve qaiden ve nasira ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا اللهم صل على محمد وآل محمد وعجل فرجهم الشريف. Səhli məscidinin daxilində növbəti ziyarət edəcəyimiz məqam İmam Zeynəl-Abidin əleyhissalatu vesselamın adına olan məqamdır ki, buranı da ziyarət edirik. İmam Zeynəl-Abidin əleyhissalatu vesselamın xatirinə Allah təbarək və təala bütün arzu və istəklərimizi, çətinliklərimizi aradan qaldırsın, arzu və istəklərimizi bəraminlə xeyr eləsin. Allah təbarək və təala cəma arzusunda, istəyində olanlara bu gözəl məqamların ziyarətlərini nəsib qismət eləsin. Esselamu aleykum və rəhmətullah. Məscidin daxilində sonuncu məqam Abdüssalih Xızır əleyhissalamın məqam şərifində ziyarət edirik və Səhli məscidinin əməllərini tamamlayırıq. Allah təbarək və təala bu məscidə xatir, bu günə xatir, bu məqamlara xatir Allah təbarək və təala bütün arzu və istəkləri olanları, iltimas edənləri, Allah təbarək və təala ərbeyin dəvəti istəyənləri
tezliklə bu müqəddəs məkanlara, məxsusən Ərbəyin dəvəti istəyənlərin Ərbəyin dəvətlərini göndərsin inşallah. Allah təbarək və təala an verək. Bu müqəddəs məkanlara və bu müqəddəs gecəyə xatir hər kimin qəlbində dünyəvi, uxrəvi, şərri, arzu və istəyi var. Allah təbarək və təala bu məqamlara və bu gecəyə xatir tezliklə bəramında xeyr eləsin. Dualarımızın, ibadətlərimizin, itaətlərimizin dərəcəyə qəbuluna xatir Muhammed al-Muhammedə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcə. Bismillahirrahmanirrahim. Mart ayının 25-i Samirə şəhrinə biraz qalmış Bəla adlanan bir məntəqədəyik. Bu qəbr-i şərif Seyyid Məhəmmədin qəbr-i şərifidir. Seyyid Məhəmməd İbni Hadi aleyhissalatu vesselam, yəni zamanə imamının əmsinin qəbr-i şərifidir. Öz dövrünün mücahidlərindən çalışqan, həm din, həm öz qardaşı İmam Həsən Əsgərinin qoruyucularından olub. Seyyid Məhəmməd günün bu günündə yerli zəvvallar tərəfindən və xarici zəvvallar tərəfindən mütəmadi olaraq ziyarətində insanlar olur. Məxsusən bu qapıya gələnlər ağadan ruzularının artırması və məxsusən övlad arzusunda olanlar üçün övlad niyyəti edib ağadan övlad istəyənlər bu qapıda gəlir və bir çox sınanmış şahidlər var ki, övlad arzusu istəyinə buradan ziyarət eləyiblər və Allah təbarək və təala Seyyid Məhəmmədə xatir onlara övlad bəxş eləyib. Allaha and verək öz izzət cəlalına cəmi övlad arzusunda olan evlərə tezliklə beşik nəsib eləsin. Allah təbarək və təala bütün çətinliyi, dolanışığında problemi olanların problemlərini Seyyid Məhəmmədə xatir tezliklə həll eləsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Bismillahirrahmanirrahim. 25 Mart 2025-ci il Samirə şəhəri İmam Hadi aleyhissalatu vesselam və İmam Həsən Əsgər aleyhissalamın qəbr-i şərifləri və İmam Zaman ağanın anası Nərgiz xatun və bibisi Həkimə xanımın qəbr-i şərifləridir. Allah təbarək və təala cəmi arzusunda olanlara bu gözəl məkanların ziyarəti nəsib eləsin inşallah. Və həmçinin burada İmam Zaman ağanın zamanə imamının qeybə çəkildiyi məkan var. İnşallah hamının niyyətindən ziyarət eləyəcək. İltimas eləyənlərin adından və cəmi arzu və istəyi olanların adından ziyarət eləyib, ziyarət namazlar qılınacaq, dualar olunacaq və yolumuz davam eləyəcək inşallah üzü Kazımə ilə. Ya Ali. İmam Hadi aleyhisselam, Həsən Əsgər aleyhisselam, Həkimə xanım və Nərgiz xanım qəbr-i şərifləri. Allah can arzusunda olanların nəsibi qismət eləsin. Allah İmam Zamana əli ilə bütün çətinliklərimizin, müşküllərimizi həll eləsin. Allah borcu olanların borcunu əda eləsin. İmam Zamana daxil oluruq İmam Zaman ağanın
Qeybeti Kubra'ya çekildiği yere. İnşallah Allah'ın böyle üzzet celalına, İmam Zaman Ağa'nın aleyhine, bütün müşküllerimizi, çetinliklerimizi hallelesin Allah tabaraka. İmam Zaman Ağa'ya hatır, borcu olandan borcunu, ev olmayanlar için ev, iş olmayanlara iş, ruzusu olmayanlara ruzu, evlad arzusunda olanlara evlad. Her kimin çetinliği, arzusu, isteği var. Ramazan aleyna Allah tebarek ve teala bayramında hayır eylesin inşallah. Allah tebarek ve teala bu Ramazanı bizler için ahir Ramazan karar vermesin inşallah. Ben daxil oldu İmam Zaman Ağa'nın Qeybeti Kubra'ya çekildiği yerdeyik. Allah tebarek ve teala cemaatinde olanlara nasip kısmet eylesin inşallah. Bismillahirrahmanirrahim. Allahümme kulli veliykel hüccet ibnel Hasan. Salavatuka aleyhi ve ala abai. Fi hazihi sa'a ve fi kulli sa'a. Veliyen ve hafiza. Ve qaiden ve nasira ve dalilen ve ayna. Hatta tuskinahu arzaka tev'a ve tumattiyahu fiha. Tevila rahmetke ya erhamer rahimin. Bismillahirrahmanirrahim. 25 Mart 2025 il akşam namazından sonra gəlib yetişmişik. Kazımən şəhərində İmam Musa Kazım və İmam Muhammed Təqi Aleyhissalatu vesselamın hərəmlərindəyik. İnşallah buranı ziyarət edəcəyik. Ondan sonra yolumuz Kərbəla'dır. Allahın izni ilə inşallah ki Allah'ın verim öz izzet celalına xatir, İmam Musa Kazım'a xatir bütün nahaqdan zindanda yatan qardaşlarımıza tezliğine azadlıq nəsibi qismət eləsin. Allah təbarək və teala'nın verim öz izzet celalına, Allah təbarək və teala gələn günlərimizə xeyrə müvəttər eləsin. Allah təbarək və teala bu müqəddəs məkanlara xatir olunan ibadət itaətlərimizi, tutulan oruçları öz dərgahında dərəcəyə qəbulə yetirsin inşallah. Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Hal-hazırda gəlib yetişmişik Kufa məscidinin ərazisində olan Meysəm-i Təmmarın qəbri şərifindəyik. Məlumat vermək istəyirəm ki, Meysəm kim idi? Meysəm Peyğəmbər sahabəsi idi. Meysəm Təmmar xurma satan idi. Bax, gördüyünüz elə qəbrinin kənarında da xurma ağacları var. Meysəm Peyğəmbər sahabəsi idi, bəli. Meysəm Təmmar Peyğəmbər sahabəsi idi, Həzrəti Əli aşiq idi. Peyğəmbər sağ ikən Meysəmə buyurmuşdu ki, ya Meysəm, səni bir zaman öz ruzu yediyin ağacdan asacaqlar. Peyğəmbər Rəsul Əkrəmin vəfatından sonra Həzrəti Əliyə olan sevgisindən Meysəm harda olurdusa Həzrəti Əlinin tərifatından danışırdı. Təbii ki, bu da zamanının hakimlərinin xoşuna gəlmirdi. Bir zaman Meysəmi cəzalandırdılar, həbs elədilər, uzun zaman gördülər həbsxanada. Meysəm yenə də Həzrət Əlinin şənindən tərifatlar deyir, tərifləyir. Hətta həbsxanada olan Həzrət Əlinin düşmənlərini belə Həzrət Əlinin sevgisi ilə özünə yönləndirir. Ona görə Meysəmi əvvəl dilini kəsdilər. Meysəmin dilini kəsəndən sonra Meysəm öz əl hərəkətləri ilə yenə də Həzrət Əlinin şənindən və fəzilətlərindən danışmağa başladı. Və ondan sonra Meysəmi öz ruzu qazandığı ağacın, yəni xurma ağacından asmağı göstəriş verdilər. O hökm oxunanda Meysəm Allaha şükür elədi ki, bir daha şükürlər olsun Allaha ki, Peyğəmbərimin və Həzrət Əlinin mənə etdiyi vəsiyyət reallaşdı. Mənim üçün dedikləri söz ki, sən öz ruzu yediyin ağacın ağacdan vasitəsilə dünyavı dəyişəcəksən. Mən həmən o xurma ağacından asılmaqla dünyamı dəyişirəm. Buna görə də həmd elədi, səna elədi Allaha. Allah təbarək və teala'nın da and verir öz izzət-i cəlalına. Bizi də Meysəm kimi hər bəlaların müqabilində şükür edənlərdən qərar versin. Allah təbarək və teala ölkəmizi, dünyamızı
Əskər və zabitlərimizi yerin göyün bəlasından, xətasından hifz eləsin. İş adamlarımızı, hər kəs ki ailəsinin ruzusu üçün bir yolla ruzu qazanır, çətinliklərlə, müşküllərlə. Allah Təbarək və Teala heç kimi müşküldə qoymasın. Bütün müşkül olanların müşküllərini həll eləsin. Allah Müteal bütün ruzu dalıcan olan ailə başçılarının kəsbinə, qazancına bərəkət versin inşallah. İnşallah daxil olacaq Meysəm Təmmarın qəbri şərifinə. Orada da çəkilişimiz davam edəcək. Ali Muhammed aliliyinə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed və əccil fərəcə. Bismillahirrahmanirrahim və yağla məlumat verdiyimiz Meysəm Təmmarın qəbri şərifinə daxil olduq inşallah. Allah Təbarək və Teala cəmi arzusunda olanlara nəsibi qismət eləsin. Hər kim bizlərlə bu müqəddəs məkanları ziyarət eləmək istəyirsə, xidmətlərindik. Sizə xidmət borcumuzdur. Hadı Travel. Allah cəm arzusunda olanlara nəsibi qismət eləsin inşallah. Allah dərəcəyə qəbul edir. Meysəmin qəbri şərif. Bismillahirrahmanirrahim və bihi nəstəin. Hal-hazırda daxil olmuşuq Küfə məscidinin ərazisində Həzrət Əmir Əl-Mominin Əli ibn Əbu Talib əleyhissalatu vesselamın evinə doğru hərəkət edirik. Daxil olacaq Həzrət Əmir Əl-Mominin Əli əleyhissalamın evinə. Onun öz əli ilə qazdığı quyunu görəcəyik. Həzrət Əli əleyhissalamın qüsul verilib, kəfənə tutulduğu məkanları ziyarət edəcəyik. Onun övladlarının qaldığı otaqları ziyarət edəcəyik inşallah. Və ondan sonra Küfə məscidinə doğru hərəkət edib, oradakı məqamlarda ibadətlərimizi, itaətlərimizi icra eləyib, Muxtar Səqəfinin, Müslim ibn Əqilin, Hani ibn Ürbənin qəbri şəriflərini, Həzrət Əmir Əl-Mominin Əli əleyhissalatu vesselamın zərbətləndiyi məkanı ziyarət eləyib və Küfənin də əməllərini bitirəcək inşallah. Allah dərəcəyə qəbul edir. Hani ibn Küfə məscidinin ərazisində Hani ibn Ürbənin qəbri şərifidir. Allah Təbarək və Teala cəmi arzusunda olanlara nəsibi qismət eləsin. 3-cü Qədir gecəsi olduğuna görə Küfə məscidində böyük izdiham yaşanır. Allah Təbarək və Teala bu gecənin hörmətinə, əzəmətinə, şərafətinə xatir Allah Təbarək və Teala bizlərin də acizanə elədiyimiz ibadətləri dərəcəyə qəbul etirsin. Allah Təbarək və Teala bu məscidin, bu məkanların xatirinə Allah Təbarək və Teala evlərdə, xəstəxanalarda olan bütün xəstələrimizə şifaya acil kəramət eləsin. Allah Təbarək və Teala borcu olandan borcunu əda eləsin. Allah Təbarək və Teala çətinliyi olan hər kimin nə arzu və istəyi var bizlərdən iltimas eləyib. Allah Təbarək və Teala dərəcəyi qəbul etirsin inşallah. İzdiham olduğuna görə, axırıncı Qədir gecəsi olduğuna görə bu da Hani ibn Ürbənin qəbri şərifi daxil olduğu qəbrinin özünə, kənarına, hərəminə Haninin qəbri şərifini sizlər üçün çəkirik. İzdiham çoxdur. Küfə məscidində demək olar ki, eyzən Ərbeyində olanlar elə bilsinlər ki, Ərbeyin ziyarət. Allahümmə salli ala Muhammed. Küfə məscidinin daxilində Müslim ibn Əqilin qəbri şərifi. Allah cəm arzusunda olanlara nəsibi qismət eləsin. Müslümin qəbri şərifini ziyarət eləmək. Bu da Muxtar Səqəfin qəbri şərifi. Allah Təbarək və Teala Muxtarın dövründə imanla yaşayan şəxslərdən bizlərdə qərar versin. Allah Təbarək və Teala bu günlərdə məzlumların haqqı tapdanlanır.
bizim də hakimlərimizə, dövlət başçılarımıza muxtar kimi başçı olub, nahaqqa baş əyməməyi və haqqı əda eləyib, günahkarları cəzalandırıb, muxtar kimi hakim olmağı nəsibi qismət eləsin inşallah. Qədir gecəsi Kufa məscidinin ərazisi. Kufa məscidində 3-cü Qədir gecəsi. İzdiham, Eyzən, Ərbeyn dövrü. Daxil oluruq Həzrəti Əmir Əl-Müminin Əli ibn Əbu Talib əleyhisselamın zərbətləndiyi mehrabın ziyarətinə inşallah. Həzrəti Əmir Əl-Müminin zərbətləndiyi mehrab, Kufa məscidi 3-cü Qədir gecəsi. Allah təbarək və təala dərəcəyi qəbul etirsin. Allah cəmi arzusunda olanlara bu gözəl məkanların ziyarətini nəsibi qismət eləsin inşallah. Allah İbn-i Mülcəmə də lənət eləsin. Üçüncü Qədir gecəsi Həzrəti Əmir Əl-Müminin əleyhissalatu vesselamın Necəfül Əşrəfdə qəbri şərifində. Allah cəm arzusunda olanlara əlamətdar günlərdə bu cür gözəl məkanlarda olmağı nəsibi qismət eləsin inşallah. شما تو بیایید بهتره. Bismillahirrahmanirrahim və bihi nəstə'in. Hal-hazırda Necəfül Əşrəfdə Müsəlman dünyasının ən böyük qəbirstanlığı sayılan Vadüssalam qəbirstanlığına daxil oluruq inşallah. Və gördüyünüz günbəzlər ki var, həmən yer Hud və Salih Peyğəmbərin qəbri şərifləridir. Və burada bu müqəddəs məkanda çox böyük şəxsiyyətlər, duhalar, alimlər, Qazi Təbatəbai və o silsilədən çox böyük şəxslər dünya bu qəbirstanlıqda uyuyurlar. Allah təbarək və təala cənnət qapılarının birini Cənnət qapılarının biri inşallah ki bu Vadüssalam adlanan bir yerdə olacaq. Buradan olacaq inşallah. Cənnətə açılan qapılardan biri buradan olacaq. Ona görə də hədislərdə var ki, hər kim burada dəfn olunsa, Allah təbarək və təala onu cənnətlə müjdələyər inşallah. Biz də Allah'a and veririk öz izzət-i cəlalına, bizi də ahirətimizi abad olanlardan qərar versin. Allah təbarək və təala bizləri də Vadüssalamda uyuyanların hörməti ilə hörmətləndirsin inşallah. Allah təbarək və təala bu qəbirstanlıqda uyuyan bütün müminat, müslümat, o cümlədən Azərbaycanlılarımız var, bu qəbirstanlıqdadılar. Allah təbarək və təala bəlkə də babalarımız, nənələrimiz var bu qəbirstanlıqda. Allah təbarək və təala ruhlarını şad eləsin.
Cəmiən əhli qubur ruhuna əl-Fatiha. Bəli, bu da Hud və Salih peyğəmbərlərin qəbir şərifləri. Allah təbarək və təala cəmi arzusunda olanlara nəsibi qismət eləsin. Hər kim Hadi Travel'lə bu müqəddəs məkanların ziyarətində olmaq istəyirsə, bizi ilə əlaqə saxlaya bilərlər. Sizə xidmət borcumuzdur inşallah. Və bu günlər neçə gündür Nəcəf Əşrəfdə, 2 gün Nəcəf Əşrəfdə, bu günlər axşam saatlarında vəd verdiyimiz kimi sizə xidmət borcumuzdur. Kəlamına sadiq qalaraq otellərimizdə olan xidmətləri də bu günlər çəkib sizlərə göstərəcək inşallah. Bismillahirrahmanirrahim. Hal-hazırda gəlib yetişmişik. Vadüsselam qəbirstanlığın daxilində İmam Cəfər Sadiq məqamı və İmam Zaman Ağa adına olan məqamlar ki var. İnşallah gəlib oralara yetişmişik. Allah təbarək və təala İmam Zaman Ağa'ya xatir bütün çetinlik və müşküllərimizə nəzər eləyib. İmam Zaman Ağa bizim çetinliklərimizə nəzər eləyib. Bütün çetinliklərimizi aradan qaldırsın inşallah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme kunni veliykel hüccet ibn-i Hasan salavatuka aleyhi ve ala abaihi fi hazihi sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve qaiden ve nasra ve dalilen ve ayna hatta tuskina ve ardaka teva ve tumattiyahu fiha tabila. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam Zaman Ağa məqamı ve İmam-ı Cafer Sadiq aleyhissalatu vesselam'ın məqamı şərifi. Bismillahirrahmanirrahim. Artıq zəvallarımıza təqdim olunan 5 ulduz otelin iftar süfrəsini çəkirəm. İftar süfrəmizdə isti yeməklər, sulardan düyüdür. Bu da düyüdür. Bu da bir cür galimlerde pizza fason bir şey. Çörəklərimizdir, isti. Bu meyvələrimizdir. Bunlar şirniyyatlardır.
Əşrəfdə bizim səhər o başlanlıqda zavallarımız üçün olan açıq büfe, burada cemlərdir və sair salatlardır. Səhər, yəni bizdən fərqli olaraq ərəblərin səhər yeməyidir, pendirlərdir, növbə-növ. Bunlar da pendirdir. Və isti yeməklər var. Səhər kimlərsə isti yemək istəsə, olarsın. Sulu yeməkdir bu. Bizim sütlü bir yeməkdir. Var. Düyüdür. Var. Düyülərin üstü üçün qarnirlərdir. Var. Yumurta ilə qarışıq məxsus onların yeməkləridir. Hamletdir. Bu da qayğanaqdır. Suda pişmiş yumurta vardır. Və nəhayət kartoşka filidir. Bu bizim hotdoga oxşayır, amma içində xurmadır. Bunlar da bulçidir. Nihayette de çörek. Bismillahirrahmanirrahim. 25 Mart 2025-ci il Nəcəf şəhrində gəlmişik. Əmirəl-Möminin Əli ibn Əbu Talib əleyhissalatu vesselamla xudafizləşək. Nəcəf-lə Əşrəfdən xaric olayıq. İnşallah gedirik. Yolumuz Samirra Kazımeyn, Seyyid Muhammed və Tiflan Müslüm, Hurrə Riyahi və Kərbəla-i Müəlla. Allah Təbarək və Teala cəm arzusunda olanlara nəsib qismət eləsin inşallah. Allah Təbarək və Teala bu ziyarəti bizlər üçün axırıncı yox, axırıncı ziyarətlər qərar versin. Cəm arzusunda olanlara xidmət göstərək. Sizə xidmət borcumuzdur. Əmirəl-Möminin xudafizləşməyə gəldik. Əmirəl-Möminin istəyirik ki, növbət yenidən bizlərə bu ziyarətləri qismət eləsin. Saygıdan olsun. Xuda hafiz ya Əmirəl-Möminin. Yenidən nəsibi qismət elə. Siz sevən zəvvallarla baxam. Gələk sizlərin ziyarətinə inşallah. Gələk sizləri ziyarət eləyək və sizin zəvvallarınıza xidmət eləyək. Sizə xidmət borcumuzdur. Adı travel növbəti səfərlərimiz aprel ayının əvvəlləri, ortası və sonu. İnşallah. Bismillahirrahmanirrahim və bihi nesta'in. Ayın 26 Mart 2025-ci il günorta saatləri Beynul Hərəmeynə daxil olmuş inşallah.
Allah təbarək və təala cəmaatında olanlara bu ziyarətlər nəsibi qismət eləsin. Allahın izni ilə hal-hazırda sağ tərəfimizdə gördüyümüz bu möhtəşəm bir bina Şahlar Şahı İmam Hüseyin Aleyhisselatü Vesselam'ın möhtərəm hərəmidir. Allah təbarək və təala cəmaatın olanlara nəsib qismət eləsin inşallah. Allah hamd verəm öz izzətinə, öz cəlalına, öz böyüklüyünə bizləri bu dünyada Əhl-i Beytin xidmətindən, ziyarətindən, iqbada şifaətlərindən bir nəsib məhrum eləməsin. Müqəddəs məkan Beynəl Hərəmeyn, iki məkanın arası Allah təbarək və təala bu məkanda addımlamağı hər bir Əhl-i Beyt aşiqinə nəsib-i qismət eləsin inşallah. Biz hal-hazırda Beynəl Hərəmeyndə dayanmışıq, özümüzü çeviririk Babul Həvaic Əbəlfəzl Əbbas səmtinə. Selamun aleykə ya Babul Həvaic cəmiən və bəli, bu da Babul Həvaicin hərəmi mütəhhəridir. Allah təbarək və təala cəmaatın olanlara qismət eləsin inşallah. Allah təbarək və təala Əhl-i Beytə xadir hər kimin çətinliyi var, müşkülü var, xəstəsi var, xəstəliyi var, tezliklə şifaya acil kəramət eləsin. Allah təbarək və təala əskər və zabitlərimizi qorusun. Allah təbarək və təala şəhidlərimizi, şəhidlər sərvəri İmam Hüseyin Aleyhisselatü Vesselamla məşhur, məruf eləsin. Allah təbarək və təala gələn günlərimizi xeyrə nəsibə qismət eləsin. Bismillahirrahmanirrahim. Daxil olmuşuq Kərbəla-i Məhəllada İmam Hüseyin Aleyhisselamın hərəmində. Əvvəl ziyarət elədiyimiz hərəmin daxilində məkan 72 şühədanın qəbri şərifidir. Allah təbarək və təala 72 şühədaya xatir bütün şəhidlərimizin ruhlarını şad eləsin. Allah təbarək və təala 72 şühədaya xatir bizim şəhidləri də o şəhidlərlə məşhur, məruf eləsin. Hal-hazırda gedirik İmam Hüseyin Aleyhisselatü Vesselamın qəbri şərifi istiqamətinə. Hərçənd icazə vermirlər, çalışacağım bir anlıq çəkim. Məşhur Şeş qəbri şərifdir ki, Allah təbarək və təala bu qəbri şərifin ziyarətini bütün müsəlmanlara nəsib-i qismət eləsin. Allah təbarək və təala bu qəbri Ərbeyn günündə ziyarət eləməyi hər birimizə nəsib eləsin inşallah. O şəxslər ki, ağadan dəvət istəyir, inşallah ümid edirəm ki, ağalar dəvət ümid edirik ki, o şəxslər Ərbeyn dəvətnaməsi gözləyir. Bu ağalar onlar üçün Ərbeyn dəvətini verəcəklər inşallah. Bu qəbri şərif isə Peyğəmbər sahabəsi Həbib ibn Məzahirin qəbri şərifidir. Həbib ibn Məzahir də İmam Hüseynin zəvvallarının katibidir. Yəni imamı kimlər ziyarət edir, Həbib onların qeydiyyatını aparır. Bismillahirrahmanirrahim və bihi nəstəin. Hal-hazırda Telli Zeynəbiyyədəyik. Hal-hazırda Telli Zeynəbiyyədəyik. Telli Zeynəbiyyə təpə mənasındadır. Təpə mənasını verir. Xanım Zeynəb Səlamullah Aleyhə Ədhar Kərbəla-i Müəllada, Zöhrə Aşurada ki, övladları, qardeşi balaları Zəng meydanına gedirdi, gəlib həmən o təpənin üstünə çıxırdı. Təpənin üstünə çıxıb, o təpənin üzərində Zəng meydanına baxırdı. Qardaşlarının döyüş səhnələrini izləyirdi ki, görsün qardaşları hansı vəziyyətdə zəng eləyirlər və hansı vəziyyətdə şəhid olmalarını xanım Zeynəb bu tellin üstündə, təpənin üstündə çıxıb görürdü.
Allaha and veririk öz izzəti cəlalına ki, Allah təbarəkə və təala xanım Zeynəb salamullah əleyhaya xatir bütün qadınlarımıza xanım Zeynəb salamullah əleyhanın iffətindən, ismətindən, səbrindən əta eləsin. Allah təbarəkə və təaladan istəyirik bu telli Zeynəbiyyədə xanım Zeynəbin qoruduğu o hicabı bütün xanımlarımız qoruya bilsinlər inşallah. Xanım Zeynəbin hicabı, xanım Fatimə Zəhranın bizə əmanət qoyub getdiyi hicab uğrunda canlarından keçən, dünyalarını dəyişən alim üləmamızı Allah təbarək və təala qərib rəhmət eləsin. Bu günləri hicab uğrunda döyüşlərdə iştirak edib, canlarını fəda etmişlər və canlarını xəsarətdə qoymuşlara Allah təzliyinə şifaya acil kəramət eləsin. Hər dünyanın hər bir yerində ki, hicab məhbusları var, Allah təbarək və təala onlara da tezliklə nicat versin, qapılarını açsın inşallah. Allah təbarək və təala xanım Zeynəb salamullah əleyhanın hörmətinə arzu və isteklərimizi reallaşdırsın. Al Muhammed aliliyinə salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Hazırda gəlib yetişdiyimiz məntəqə, məkan Həzrəti Əbəlfəz ağanın hərəminin qarşısı, Həzrəti Əbəlfəz ağanın sol qolunun düşdüyü məntəqədir. Həzrəti Əbəlfəzin sol qolu bu yerə gəlib çatanda sol qolunu vurdular, saldılar. Və Həzrəti Əbəlfəz ağa məşqi bu anda atdı dişlərinə ki, məşqi qoruyub saxlasın, gəlsin. Xeymədə olan balaca Səkinəyə, Əliyə Əsqər üçün su götürsün və xanımlar üçün su götürsün. Amma nəsibi qismət olmadı. O məşqi də qarşıda olan ərazidə, o çətir kimi gördüyümüz yerdə vurdular, məşqini də oxladılar ağanın. Allah təbarək və təalanı and verək. Həzrəti Əbəlfəzlin Zöhrə Aşuradan öncə çəkdiyi əzab əziyyətlərə, döyüşdüyü, tökdüyü qanlara Həzrəti xatirinə Allah təbarək və təala bütün Babül Həvaic olan Əbəlfəzlə xatir bütün müşküllərimizi həll eləsin. Allah təbarək və təala evlərdə, xəstəxanalarda olan cəmi xəstələrimizə şifai acil kəramət eləsin. Allah təbarək və təala borcu olanların borcuna əda eləsin. Allah mütəal ev arzusunda olanlara, ev çətinliyi olanlara ev nəsib eləsin. Allah təbarək və təala qəriblikdə, qürbətdə olub, iş dalıcan gedib, pul qazanan, iş quran insanlarımızı öz pənahında, öz amanında qərar versin. Allah'a and verək öz izzəti cəlalına. Evlərdə övladlarımız var. Allah təbarək və təala zehin açıqlığı versin. İmtihan dövrüdür. İmtihan verən övladlarımıza zehin açıqlığı versin. Allah təbarək və təala Əbəlfəzlə xatir ziyarət arzusunda olan cəmi müsəlmanlara ziyarətlər nəsib eləsin. Allah təbarək və təala ölkəmizi, bayrağımızı, dövlətçiliyimizi bütün dövlətlər arasında öndə gedənlərdən bayrağımızı bütün bayraqlardan uca qərar versin inşallah. Allah'a and verək öz izzəti cəlalına bizim ölkəmizə bir daha müharibə odu, alovu göstərməsin. Əbəlfəzlə xatir Allah'a and verirəm öz izzəti cəlalına ki, Allah təbarək və təala bütün arzularımızı gerçəkləşdirsin. Ali Muhammed aliliyinə salavat zikr eləyək. Allahumma salli ala Muhammed və Bismillahirrahmanirrahim. Bayaqları Həzrət Əbəlfəz ağanın sol qolunun düşdüyü yer ziyarət elədik, məlumat verdik. Burada da Həzrət Əbəlfəz ağanın sağ qolunu vurub saldılar. Allah lənət eləsin. Allah təbarək və təala Əbəlfəzlə xatir bütün çətinliklərimizi, müşküllərimizi həll eləsin. Babül Həvaic olan Əbəlfəzlə Allah'a Əbəlfəz ağaya and veririk ki, arzu və istəklərimizi reallaşdırsın inşallah. Muhammed al-Muhammedə salavat zikr eləyək. Bismillahirrahmanirrahim. Daxil oluruq Babül Həvaic Hacətlər qapısı Əbəlfəz ağanın müqəddəs hərəminə. Allah'a and veririk öz izzətinə, öz cəlalına. Kimlər ki nə hacət istəyib, kimlərin nə çətinliyi var, kimlərin arzusu var, istəyi var bu məkanlarda olmaq. Əbəlfəz ağadan istəyirik ki, Kərbəla ziyarətinə gəlmək istəyənlərin dəvətlərini göndərsin.
müşkülü olanlar var, xəstəliyi olanlar var, xəstəliklərinin çarəsi tapılmayanlar var. Allahdan istəyirik ki, həmən o xəstəlikləri Əbəlfəz ağanın əli ilə həkimlər belə aciz qaldığı təqdirdə möcüzə ağanın şəfaəti ilə həmən şəxslər acil şifalar tapsınlar. Allah ağa Əbəlfəzlə xatir hər kimin nə müşkülü var, çətinliyi var, dərdi var, ilahi deyə bildikləri, bilmədikləri Babil Həvaizin əli ilə bəramürdə xeyr eləcinən, aradan çətinliklərə aradan apar, xəstəliklərinə şifa ver. İlahi var pərverdigara bu ağaya xatir ev məsələsi olanların, iş məsələsi olanları, borc məsələsi olanları ilahi tezliklə öz tükənməz xəzinələrindən borclarını əda elə. Bismillahirrahmanirrahim. Çox sayılı zəngləri, xahişlər nəzərə alaram. Hər birinizin adından Babil Həvaiz Əbəlfəz hərəmində, Əbəlfəz qapısında o şəxslər ki, məxsus Kərbəlanın dəvətini istəyir. Babil Həvaizin qapısında Babil Həvaizdən istəyirəm. Fərq eləməz, adi vaxtda, ərbeyin vaxtında bu şəxslər ki, Kərbəla üçün ürəkləri sızıldayır, Kərbəlanın həsrətindədirlər. İlahi, Əbəlfəz əliyinə onlara tezliklə bir dəvət göndərginə inşallah. Həmən niyyətə sələvat zikr eləyək. Allahümme. Bismillahirrahmanirrahim. Gördüyünüz məkan ki var, görsənir divarda yazı, Seyyid Məhəmməd Füzulinin qəbri şərifidir. Seyyid Məhəmməd Füzuli dövründə İmam Hüseyin əleyhissalatu vesselamın zəvvallarının ayaqqablarını cütləyərdi və ayaqqablarını yamayardı. Həmən o Seyyid Məhəmməd Füzuli dünyasını dəyişməmişdən öncə vəsiyyət elədi ki, mən dünyamı dəyişdiyim zamanda məni İmam Hüseyin əleyhissalamın qəbrinin kölgəsində dəfn eləyərsiniz. Biz də bu günlər gəldikdə Məhəmməd Füzulini burada ziyarət eləyirik. Allah ruhunu şad eləsin. Ruhuna əl-Fatihə. Bismillahirrahmanirrahim. Hal-hazırda daxil olduğumuz məkan Xeymegah adlanır, xeymələr adlanır. Xeymegah birinci xeymə Həzrəti Əbəlfəzin adına olan xeymədir. Əbəlfəz ağanın adına olan xeyməni ziyarət eləyib keçirik. İmam Hüseyin əleyhissalatu vesselamın adına olan xeyməni ziyarət eləyəcək. O xeymənin arxasında xanım Zeynəbin Salamullah əleyhanın xeyməsini ziyarət eləyəcək. Ondan sonra İmam Cəfəri, İmam Zeynəlabdin əleyhissalamın xeyməsini ziyarət olunacaq. Keçəcək Qasimin xeyməsini ziyarət eləyəcək inşallah. Hal-hazırda bu xeymə Əbəlfəz ağanın xeyməsidir. Gəlin. Bu gördüyünüz, gəlin bura. Bu gördüyünüz yerlər Əhl-i Beytin heyvanlarının, atlarının bağlandığı məkandır. Daxil oluruq Əbəlfəz ağanın xeyməsindən sonra İmam Hüseyin əleyhissalatu vesselamın xeyməsinə. Allah mütəal bu məkanları ziyarət eləməyə hər bir arzu çəkənə nəsib qismət edir. Allah təbarək və təala bu məkanların əzəmətinə, böyüklüyünə xatir bütün xəstələrimizə şifa-i acil kəramət eləsin. Bütün çətinliyi, müşkülü olanların müşkülünü həll eləsin, asan eləsin. Hal-hazırda xanım Zeynəb Salamullah əleyhanın xeyməsini ziyarət edirik. Allah təbarək və təala xanım Zeynəbə xatir bütün xanımlarımıza, qadınlarımıza, bacılarımıza, analarımıza xanım Zeynəbin ismetini, abırını qoruyub saxlayanlardan qərar verir. Bu məkan
İmam Zeynul Abidin aleyhissalatu vesselamın xeyməsi adlanır, məkanı olub. İmam Zeynul Abidin bimar-ı Kərbəla idi. Kərbəlada Zöhrə Aşura günündəki xəstə idi. Allah'a and verir İmam Zeynul Abidin aleyhisselamın xatirinə bütün xəstələrimizə şifayı acil kəramət eləsin. Allah Tebarək ve Teala İmam Zeynul Abidin kimi bizi də haqqı deyənlərdən, haqqı deyib, haqqı difa eləyənlərdən qərar versin inşallah. Bu gördüyümüz xeymə Həzrəti Qasımın xeyməsi adlanır. Həzrəti Qasımın xeyməsində cavanlarımıza, məxsusən o cavanlar ki, ailə qurmaq həddindədirlər, ailə qurmurlar, hansısa müşküllərlə əlaqədar ailə qura bilmirlər. Xanım Qasımın xeyməsində istəyirik ki, cəmi subaylarımıza tezliklə ailə qurmağa Allah Təbarək və Teala nəsibi qismət eləsin. Allah Təbarək və Teala o subaylarımız ki, ailə qurmaqda çətinlikləri var, Həzrəti Qasım Əli ilə onların o çətinliklərini aradan aparsın inşallah. Bismillahirrahmanirrahim. Bu günləri 27 Mart 2025-ci il gəlib yetişmişik Kərbəla Məhəllanın ən ağrılı, ən acılı, Kərbəlanın ən kiçik qəhrəmanı, Kərbəlanın ən məsum qəhrəmanı, məsumlarının məsum qəhrəmanı Əli Əsgərin oxlandığı məqamdayıq. Elə bir məqamdır ki, bu məqamda İmam Hüseyin öz höccətini tamamladı. İmam Hüseyin aleyhissalatu vesselam bilirdi, zalim qovum heç uşağa belə rəhm eləməyəcəklər. Amma İmam Hüseyin öz höccətini tamamlamaqdan ötürü götürdü, əbasının altında 6 aylıq son beşik balası Əli Əsgərini gəldi cəng meydanına dedi ki, mənimlə ədavətiniz var, məgər bu uşaqla da ədavətiniz var. O zaman da göstəriş gəldi, Hərmələ lənətullah sirab elədi Əli Əsgər aleyhissalatu vesselamı. Sirab elədi ki, bir dəfəlik sirab olsun, o bu dünyadan Allahın isteği ilə öz boğazının qanı ilə sirab olaraq dünyasında yaşayır. Allah'ı and verirəm öz izzəti cəlalına, o evlərdəki beşik yoxdur, o evlər ki övlad arzusundadır. Allah müteal Əli Əsgərin Əli ilə o evlərə tezliklə beşik nəsib eləsin. Allah'a and verirəm öz izzəti cəlalına, Əli Əsgərə xatır. Xəstə balalarımız var, Allah Təbarək və Teala o xəstə balaları Əli Əsgərin Əli ilə tezliklə şifayı acil kəramət eləsin. Ümumən nə qədər xəstələrimiz var, iltimas eləyənlərimiz var, müşkül olanlarımız var. Dərdinə əlac olub bilməyən xəstələrimiz var. Allah Təbarək və Teala Babül Həvaic Əli Əsgər ağanın əlindən onlara nicat versin inşallah. Al Muhammed Ali'ne salavat zikr eləyək Allah. Bismillahirrahmanirrahim və bihi nəstəin. Hal-hazırda gəlib yetişdiyimiz məqam İmam Hüseyin aleyhissalatu vesselamın gözünün işığı, Qəmər Bəni Haşim. Bəni Haşimin ayı adlanan Əliyə Əkbər aleyhissalatu vesselamın məqam şərifidir ki, İmam Hüseyin aleyhissalatu vesselam bu məqamda gəldi, yetişdi, gördü Əli Əkbər ağa atdan düşüb və atdan salıblar, daha doğrusu lənətullah aleyhlər ağamızı və onun gözəl bədənini tikə-tikə doğrayıblar. Tarix yazır, deyir İmam Hüseyin səsləndi, ya Əbəlfəz, ya Abbas. Gəldi Əbəlfəz ağa, gəldi, yetişdi İmam Hüseynin harayına. Gördü ki, İmam Hüseyni qətrə-qətrə doğrayıblar. İmam Hüseyin aleyhisselamın oğlu Əli Əkbəri qətrə-qətrə doğrayıblar. Əbəlfəz ağa buyurur, deyir, qaldım, deyir, oğlu ölən atanın əlindən yapışım ya ki, yerde olan cenazəni qaldırır. İmam Hüseyin aleyhissalatu vesselamın əlindən tutur və Əbəlfəz ağa öz əbasını çıxartır, salır və Əli Əkbər ağanın cənazəsini tikə-tikə olmuş bədənini öz əbasının arasına yığır və aparır xeymələrə. Allah and verir öz izzəti cəlalına, vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizi Əli Əkbər ağa ilə bahəm məşhur qərar versin inşallah. Allah Təbarək və Teala şəhid ailələrinə, valideynlərinə, əzizlərinə, doğmalarına səbir inayət eləsin. Allah Təbarək və Teala'na and verək öz izzəti cəlalına, dünyamıza, ölkəmizə bir daha müharibə odu alovu göstərməsin.
آل محمد آلینə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed və əcil. Rəhmanir-Rəhim və bihi nəstəin. Hal-hazırda gəlmişik Kərbəla şəhərində Əlqəmənin, yəni Fəratın bir qolu olan Əlqəmə adlanan yerin üstündə İmam Zaman ağanın adına olan məqama gəlib yetişmişik. İnşallah bu məqamda ziyarət edəcəyik. İmam Zaman ağaya hədiyyə namazı qılacağıq və yolumuz Əlqəmənin özüdür və ondan sonra da İmam Cəfər Sadiq əleyhissalatu vesselamın adına olan İmam Cəfər Sadiqin bağını inşallah səfərimiz. Oraları da ziyarət edəndən sonra Kərbəla və Kərbəlanın ətrafında olan ziyarətlərimiz tamamlanacaq inşallah. Allah da icra qəbul etsin. Allah İmam Zaman ağanı zuhurunu təcil eləsin. Allah təbarək və təala bizləri İmam Zamanın əsgərlərindən qərar versin. Allah təbarək və təala bizim günahkar, günahla dolu əməllərimizlə İmam Zamanın qəlbini bizdən incitməsin. Esselamu Aleyküm və Rəhmətullah. Bismillahirrahmanirrahim. İmam Zaman ağanın məqamının daxilindəyik. Allah təbarək və təala and öz İzzət Cəlalına İmam Zaman ağanın nazarının qəlbini bizlərdən razı qərar versin. Euzubillahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumma kulli velikal Hüccət ibn-i Həsən salavatük aleyhi və əl-abai fi hazihi saat və fi kulli sa'a vəliyən və hafizən və qaidən və nasrə və dalilən və aynən həttə tusqinə və artıq həttəvə və tüməttiyyəhu fiyhə təvila. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhu şərif. Allah təbarək və teala cəm arzusunda olanlara İmam Zaman ağa əli ilə bu ziyarətləri nəsib qismət eləsin inşallah. Allah təbarək və teala İmam Zaman ağanın əli ilə İmam Zaman ağaya xatir, İmam Zaman ağanın nəzəri ilə evlərdə, xəstəxanalarda olan bütün xəstələrimizə şifaya azı kəramət eləsin. Allah təbarək və teala müşküllüyü, çətinliklər olanları İmam Zaman ağanın xatirinə, İmam Zaman ağa əli ilə tezliyinə asana çevirsin. Allah təbarək və teala borcu olanların borcunu öz tükənməz xəzinələrindən ruzu bəxş edib, ruzu yetirməklə inşallah ki, borclarından xilas olmaqda bütün borclulara kömək olsun inşallah. Esselamu Aleyküm və Rəhmətullah. Bismillahirrahmanirrahim və bihi nəstəin. Hal-hazırda gəlib çatmışıq Fərət çayının Əlqəmə qolu adlanan, yəni Kərbəlanın ərazisindən, Kərbəla şəhərinin, yəni Seyyid-i Şühədanın zamanı ki, Zöhrə Aşurada üzünə bağlanan su bu hissədir. Allah təbarək və teala o dövrün və bu dövrün yezidlərinə lənət eləsin inşallah. Allah təbarək və teala dünyamızı, ölkəmizi zalimlardan, yezidlərdən qorusun inşallah. Allah təbarək və teala ölkəmizin, bayrağımızın nə qədər düşmənləri var tezlə məhvun nabud eləsin. Allah təbarək və teala əskər və zabitlərimizi qorusun. Allah təbarək və teala gələn günlərimizi xeyrə mübəddəl eləsin. Allah təbarək və teala dünyanın hər bir yerində qərib-i qürbətdə olanlar var. Allah təbarək və teala tezlinə ailələrinə, vətənlərinə yetişdirsin inşallah. Esselamu Aleyküm və Rəhmətullah. VIP xidmətlə Kərbəla ziyarətinə gəlmək istəyən, yüksək xidmətli otellərlə təmin olmaq istəyənlərin daimi xidmətindəyik. Həm Kərbəla ziyarəti, həm də Kərbəlada istirahət eləmək istəyənlər üçün.